Azərbaycan eyni zamanda 4 il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. 30 illik Ermənistan işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq. Ordumuzda bir dənə də olsun Ferrari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12.000 Ferrari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində aparıldı. BMT-nin nizamnaməsi əsasında, BMT-nin nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünü müdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının 2-ci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin də müəllifi də biz olmuşuq və məhz bu mətn bugün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə, amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bugün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına burada 2 əsas şərt var. Birinci, Ermənistan konstitusiyasında bugünə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Artıq de facto bu fəaliyyət göstərmir. De jure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki bu 2 şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təklifdə heç bir qeyri-adi məsələ yoxdur.